10-cu siniflər səhifə 68-ə baxırıq. Discuss the questions with a partner. Yoldaşınızla deyir, sualı müzakirə edin. Is it important to save water? Suyu qorumaq vacibdirmi? Suya save ya da qorumaq da why or why not? Niyə? Read a part of the news article and the email about one family did after they read it. Answer the question. Deyir ki, bir xəbər məqaləsindən bir hissəni oxuyun və o barədə olan e-mail, deməli, haradakı bir ailə bu xəbər məqaləsini oxuyandan sonra bir şey eləyib, bu barədə e-maili oxuyun və suala cavab verin. What did the family decide to do to help the planet? Və ailə planetə kömək etməkdən ötürü nə etməyə qərar verir? Gündəlik xəbər belədir. Only 3% of the total water on our planet is drinkable. Deyir ki, bizim planetin sadəcə 3%, bizim planetdəki suyun sadəcə 3% içməlidir. But more than 60% of this water is locked up in ice caps and glaciers. Və deyir ki, 60%-dən çoxu bu içməli su, 3%lik içməli suyun da 60%-dən çoxu bu buzlaqlarda bağlanıb oradadılar, yəni biz onu istifadə edə bilmirik. Therefore we must use water carefully. Ona görə də biz suyu ehtiyatla istifadə etməliyik. But so far we've done the opposite. Amma indiyənə kimi deyir biz bunun əksini etmişik. We've been wasting water excessively for years və illərləndir ki biz suyu kəskin şəkildə israf edirik. Moreover, we haven't kept our bodies clean. Və deyir ki, hələ üstəlik biz su mənbələrini təmiz saxlamamışıq. Industrial waste goes into the rivers. Sənaye tullantıları çaylara axıdılır. There are several things that we can do. Bir neçə şey var ki, biz bunu eləyə bilərik. One thing we can do is to use rainwater. Onlardan biri də eləyə biləcəyimiz odur ki, biz yağış suyu istifadə eləyə bilərik. İndi isə gəlin görək bu ailənin elədiyi bir şeyə baxaq, görək onlar nə ediblər. Dear editor, hörmətli redaktor. Last year I read an article in your newspaper. Keçən il mən sənin qəzetində bir məqalə oxudum. It was about the drinkable water problem. Və o içməli su problemi haqqında idi. I got so upset that I decided to do something to help save water. Və deyir, elə pis oldum ki və qərara gəldim ki, suya israf etməyək deyə, suyu qoruyaq deyə mən bir şey edim, qərara gəldim. I share my concerns with my family. Və öz narahatlığımı ailəmlə bölüşdüm. We bought a water barrel and started storing rainwater. Və biz su bareli aldıq, bu çən kimi bir şey və başladıq orada yağış suyunu store eləməyə, yığmağa. We have put 3 more water barrels this year və bu il daha 3 biz su bareli ora qoymuşuq. It often rains in our city, so we have stored quite a lot of water which we have been using for watering the crops in the garden for several months. Və bizim şəhərdə tez-tez yağış yağır. Ona görə də biz həmin kifayət qədər su toplamışıq özümüz üçün və aylarladır ki, bağımızdakı məhsulları həmin su ilə sulayırıq. Now we feel we are doing something to help the planet. Və indi biz hiss eləyirik ki, biz planetə kömək etməkdən ötürü nəsə eləyirik. We are also saving a lot because we water the garden at no cost. Həm də deyir, biz pula da israf eləməmiş oluruq. Pula da qənaət. Save sözü uşaqlar yadın, qənaət etmək yəni. Burada qənaət edim. Bayaqdan dilimin ucunda da onu axtarıram. Deyir ki, biz həm də pula qənaət edirik. Çünki öz bağımızı heç bir pul olmadan pulsuz sulaya bilirik. Best, hörmətlə, The Adams, Adam ailəsi. Və buradakı suala
gələndə ailə planetə kömək etməkdən ötürü nə elədi? So we will answer they gələnmi götürüm uşaqlar. They bought water barrels where they keep rainwater by which they water their crops in the garden. Deməli, nə dedi uşaqlar? Onlar su bareli aldılar, hansında ki, onlar yağış suyu saxlayırlar və bağlarındakı məhsulları bu su ilə sulayırlar. Deyir ki, ikinci tapşırıqdakı cümlələrə bax, bold phrases-lə olan, yəni bold nədir? Tünd hərflərlə verilmiş. Və onları aşağıdakı AC ilə uyğunlaşdır. Past event, keçmiş event. Uşaqlar, keçmiş sadə zamanda verilənlər keçmiş eventdir. Təcrübələr, recently completed actions. Təcrübələr və təzəcə bitmiş, tamamlanmış hərəkətlər. Bunlar bitmiş zamandır uşaqlar, okey? Və yox, bu deyil. Bu bitmiş deyil. An action which began in the past and continues up to the present. Və hərəkət hansı ki, keçmişdə başlayıb və hələ də davam eləyir. Bu, keçmiş bitmiş, indiki bitmiş, davam edici zaman. Və uşaqlar, bizdə burada qrammatika, keçmiş sadə zaman, keçmiş bitmiş zaman və keçmiş bitmiş, davam edici zaman. Deyir, qaydaları oxuyun, daha sonra isə tapşırıqları edin. Çox asandır uşaqlar, çox asandır. Gedək baxaq. Explanation. Deyir ki, uşaqlar, İngiliscə oxumayın, vaxt çox getməsin və Azərbaycancasını sizə başa salın. Deyir, biz keçmiş sadə zamandan o vaxt istifadə edirik ki, o hərəkət artıq keçmişdə tamamlanıb. Və adətən biz müəyyən bir vaxtı orada göstəririk. Yəni, konkret vaxtı göstərilir. Məsələn, yesterday, dünən, keçən həftə, əvvəl, məsələn, 2-3 il əvvəl, 1 saat əvvəl, 1 dəqiqə əvvəl. Yəni, əvvəl sözün, bu sözü istifadə, then, when, illəri dəqiq göstərəndə, yəni bunları göstərəndə biz tamamlanmış hərəkətlərdən istifadə edirik. Məsələn, last year I read an article in your read. Keçən il deyir, mən sənin məqaləndə, qəzetində bir məqalə oxudum. Artıq tamamlanıb da bu hərəkət bitib. Konkret vaxtla. Amma deyir, indiki bitmiş zamandan isə nə vaxt istifadə edirik? Keçmişdə tamamlanmış hərəkətlər, amma indi ilə əlaqəli olan. Hansı ki, ya vaxt stated və yaxud da deyilən və yaxud da deyilməyən vaxt göstəriciləri ilə. Yəni, uşaqlar, bax, bitmiş zamandan fərqi nədir indiki bitmiş? Sadə zamandan, keçmiş sadə zamandan, indiki bitmiş zamanın ən qəşəng fərqi odur ki, bitmiş zamanda heç vaxt dəqiq vaxt ola bilməz. Heç vaxt. Yəni, ən qəşəngi budur. Bir var deyirəm ki, mən Türkiyədə 3 dəfə olmuşam. Düzdür? Bir də var deyirəm ki, mən keçən il Türkiyədə 3 dəfə olmuşam. Mən vaxtı göstərmədən orada deyirəmsə ki, mən Türkiyədə indiyənədək, məsələn, lap indiyənədək də deyim, 3 dəfə olmuşam. O deməkdir ki, mən hələ lap 5 dəfə də ola bilərəm, 15 dəfə də ola bilərəm, düzdür? Yəni, indiki bitmiş zamanı orada istifadə edir, dəqiq vaxt yoxdur. Amma keçən il olmuşamsa, deməli, dəqiq keçən il artıq bitib də, düzdür? Mən keçən ilə təzdən qayıdıb bunu 3 dəfəni 10 dəfə eləyə bilmərəm ki, düzdür? Onda mən orada keçmiş sadə zamanı istifadə eləyəcəm. Və. Recently completed actions and whose results are. Təzəcə bitmiş hərəkətlər, hansının ki, nəticələri hələ də indiki zamanda aydındır. Məsələn, o deməli, otu kəsib. Və biz nə görə bilirik? Görə bilirik ki, kəsilib, otu kəsilib.
Actions, aha. Keçmişdə başlayıb və hələ də bu hərəkətlər davam eləyir, amma nə cür fe'llərlə? Stative. Hal vəziyyət bildirən fe'llər hansı ki, davam ediciyə düşmür. Hansı fe'llər? Bunlar da əzbər bilməliyik. Like, know, sevmək, nifrət etmək, bilmək, tanımaq, bəyənmək və s. Yəni bu cür fe'llər və signal words, yəni bu zaman zərfləri, bunları görəndə biz nədir? Biləcəyik ki, bu zaman zərfləri varsa indiki bitmiş zaman. Məsələn, deyir ki, Ali 20 ildir ki, doktordur, həkimdir. Ali nə vaxt başlayıb həkimliyə? 20 il bundan qabaq. Hələ də həkimdir və hələ bəlkə bu gündən sonra bir 20 ildə həkim olacaq. Başa düşdünüz? Ona görə də bu, əgər bu fe'l, been fe'l, to be fe'li davam edəcək düşsəydi, biz onu being verəcəkdik. Okay? Amma çox uzun davam edən hərəkətləri bitmiş zamanda veririk. Aha. Və indiki bitmiş davam edici zamanla nə vaxt istifadə edirik? Hərəkətlər hansı ki, keçmişdə baş verib, hələ də indi də davam eləyir. Məsələn, bir saatdır ki, o ağacları sulayır. Bir saat bundan qabaq başlayıb, bir saat boyunca sulamağı eləyib, sulayıb və hələ də sulayır. Bu adam bir saatda ağac sulayır. Əli yoruldu. Və uşaqlar, adətən burada biz zaman zərfini görürük. For və yaxud da since. Əgər hərəkət, bax, fe'limiz davam edici zamana düşürsə və biz bu zaman zərflərini, for və since zaman zərflərini görürüksə, mütləq orada indiki bitmiş davam edici zamanı verəcək. Və burada da deyir ki, keçmiş hərəkətlər hansı ki, müəyyən bir davam etmə müddətləri olub və indiki zamanda da gözlə görsənən nəticələri var. Her eyes are red, onun gözləri, gəlin buraları təmizləyim, siz görəsiniz. Onun gözləri qırmızıdır. She has been crying, o ağlayırmış. Nəticə nədir? Gözümüzün içinə girir ki, bu adam nədir? Ağlayırmış, gözləri qıpqırmızıdır. Və yaxud da bir nəfər üzü qıpqırmızıdır, bütün tərin içindədir. Nə deyəcək o adam üçün? Deyəcək he has been running. Niyə? Nəticəsi adamın elə bir ki, gözünə girir də, belə bir növ, belə deyək. Kobudda çıxsa, neysə. Və burada deyir ki, for və since, bayaq sizə dediyim, adətən bu indiki bitmiş davam edici zamanda istifadə olunur. Nəyə görə? Hərəkətin davam etmə müddətini göstərməkdən ötürü. Okay, çocuqlar. İndi isə gedirik. İndi bəzilərinin acığına gələcək ki, müəllim bizə çocuqlar dedi. Dedim də, nə oldu ki? Nə oldu da? Yaxşı, neysə uşaqlar, 69-a gəlirik və buradan nə deyir? Deyir ki, söhbətə qulaq asın və Alex və onun valideynləri arasındakı söhbətə qulaq asın və düzgün variantı seçin. İki hissəlidir, part 1, part 2, birinci hissə, ikinci hissə. Gəlin birinci dinləmə mətni oxumamışdan əvvəl mütləq biz tanış olaq ki, bizi nə gözləyir. Alex's father has been calling him for 2-3 hours. Alex'in atası onu ya 2 saat çağırıb ya 3 saat. Alex has been watering planting the trees since 12 p.m. Alex ağacları 12-dən bəri ya əkirmiş ya da sulayırmış. Hansı ikisindən biri. Okay. Və Alex's father advised him to water trees in the afternoon evening. Və Alex'in atası ona məsləhət görür ki, ağacları ya axşam sulasın ya da günorta sulasın. Və ikinci hissədə Alex's mom has been baking a cake, washing the dishes for almost an hour. Alex'in anası isə ya deməli keks bişirirmiş ya da qabları yuyurmuş 1 saatdır ki, Alex advises her mother
to turn off the tap, scrub the dishes. Alex'in anası da Alex də anasına məsləhət görür ki, ya krantı bağlasın və yaxud da qabları sürtsün. Alex's mother says that Alex looks tired, excited. Alex'in də anası deyir ki, Alex ya yorğun görsənir, ya da sevincli görsənir. Gəlin gedək 12-ciyə, qulaq asaq uşaqlar. Google'a gedək. Bura audio və 12-yə gəlirik. Track 12. Hi Alex, I've been calling you for 2 hours. Where are... Aha, deyir, salam Alex, mən səni 2 saatdır ki çağırıram. Haradasan? Burada 2. you? Hi Dad, I'm in the country house. First, I wanted to plant some trees, but then I saw that the trees needed water. So, I have been watering them since 12 p.m. Aha, deyir ki, ay ata, mən bu bağ evindəyəm. Saat gəldim ki, birinci 1-2 ağac əkəm, amma gördüm ki, ağacların sulanmağa ehtiyacı var. Ona görə də başladım onları sulamağa saat 12-dən etibarən. Burada watering seçəcəyik. Already watered half of the trees in the garden. Mən deyir, demək olar ki, bağdakı ağacların yarısını sulamışam. You can't be serious. Don't you know that you should water the trees early in the morning or late Aha. in the day? It helps. Aha, deyir, sən dəlisən, zarafat edirsən. Sən bilmirsən ki, ağacları yaz səhər tezdən sulamalısan, yaxud da ki, axşam vaxtları. Reduce evaporation. Thanks Aha. Burada evening. a lot for telling me that. You know, I've always tried to be green. Then I'll stop now and continue in the evening. Aha, deyir ki, çox sağ ol. Mən onda indi dayanıram, axşam davam eləyərəm. That'd be fine. Okay. Hi Dad, I'm back home. Where is Mom? Hi Alex. Deyir, salam ata, mən Hi evdəyəm. Dad, I'm back. Evdəyəm, anam, evə qayıtdım. Anam hardadır? Come. Where is Mom? Hi Alex. She's in the kitchen. Jessica, are O deyir ki, kuxna mətbəxdədir. Sonra da çağırır ki, Jessica. you still washing the dishes there? Yes, I am. After I finish it, I'm going to bake a cake for you. Aha, deyir ki, ana da elə pisdən şey sayım. Hə, deyir ki, sən hələ də kuxnada qabları yuyursan. O da deyir, hə, bunu qabları qutarandan sonra mən keks bişirəcəm. How long have you been washing the dishes? An hour? You're wasting so much water. Deyir ki, sən nə qədər müddətdir bu qabları yuyursan? 1 saatdır. Sən necə də deyir, suyu israf eləyirsən deyir. Demir ki, yoruldu 1 saatdır, canı çıxdı, öldü orada qabları yumaqdan. Deyir, suyu israf eləyirsən. Mom, please turn off the tap while scrubbing the dishes. Deyir ki, ay ana, sən Allah deyir, o qabları sürtəndə neynə krantı bağla. Demir, gedim anama kömək eləyim, anam 1 saatdır ölür orada qab yumaqdan. Dəhşətdilər. You're right, Alex. I mustn't waste water. Deyir ki, sən haqlısan, Alex, mən suya israf eləməməliyəm. Elə bil ana uşaqdır. Nəysə, heç xoşuma gəlmədi bu hissə. You look so tired, Alex. Sən deyir, elə yorğun görsənirsən ki, Alex. I'm exhausted. I've been working in the garden all day long. You must Deyir ki, çox əldən düşmüşəm. Bağda işləyirdim bütün günü. be hungry. I'll bring something for you to eat. Yəni, yəqin açsan deyir, mən bir şey gətirərəm, sən yeyərsən indi. Heç belə uşağa mən yemək vermərəm. Ay, uşaqlar, siz də fikirlərinizi yazarsınız, görək. Siz nə düşünürsünüz? Anaya qarşı ata və oğul, necə deyərlər, pis davranmadı. Ana 1 saat orada qabı yuyur və üstəlik deyir ki, hələ böyündən sonra keks də bişirəcəm. Onlar da deyirlər ki, sən suyu israf edirsən. Demirlər, ver qabları biz yuyaq, gəl evə qabıyan alaq, qoyaq. Qabıyan israfın qabağını alır, həm də sən yorulmursan. Deyirlər ki, sən belə. Mən deyərdim ki, gəl özün yu onda. Xoşuma gəlmir, gəl özün yu. Neysə.
İndi də deyir ki, aşağıda Tom və onun qardaşı arasındakı söhbəti oxuyun və boşluqları mütərizənin içindəki felləri düzgün formada işləyərək doldurun. Gəlin oxuyaq. Hey Bob, salam Bob. Aha. You, bax uşaqlar, burada for var və feil davam ediciyə düşür. Deməli, hansıdır? İndiki bitmiş davam edici zaman. You have been taking a shower for an hour. Deyirsən, 1 saatdir ki, duş qəbul edirsən. Hə, bu olar. 1 saat adam duş qəbul edir, 10 dəqiqə gir, çim çıx da. O, 1 saatda neyinir orada? Gör, bunun nə qədər kiri var imiş ki, 1 saatda çimirmiş. Stop wasting water. Bəsdir deyir, suya israf elədin. Turn the shower off. Duşu söndür. Okay. O da deyir ki, Bob da deyir ki, ego var uşaqlar. Hansı zamanda olacaq? Keçmiş sadə zamanda. Düzdür? 1 dəqiqə əvvəl də olsa, ego varsa keçmiş sadə zaman. Deyir, I started it only 10 minutes ago. Deyir, mən deyir, sadəcə 10 dəqiqə bundan qabaq başlamışam. 10 dəqiqə çıx da, nə olub? Tom da deyir ki, listen, qulaq as. Aha. To be feilidir və burada zaman göstərilib. To be feili davam ediciyə düşmədiyinə görə biz indiki bitmişi istifadə edəcəyik. You have been in the shower for more than half an hour. Bayaq deyirdi, 1 saatdır hamamdasan. İndi də deyir ki, sən yarım saatdan çoxdur ki, hamamdasan. Görsən, burada yalana çıxdı. I mean, don't you care about the planet? Yəni, deyir, mən demək istəyirəm ki, sən planet sənin vecibə deyil. You have used at least 70 liters of water. Deyir, sən heç ən azı 70 litr su istifadə eləmsən. That's more than enough water for 10 people. Bu da deyir, 10 nəfər insana kifayət qədər çoxdur. Aha, bu da deyir ki, mən o qədər olmamışam da, zaman göstərmir və biz nəyi istifadə edəcəyik, davam edəcək də düşmür. I have not been in the shower that long. Mən deyir, o qədər olmamışam, deyir, duşda. Yes, you have, sən olmusan. Have. Aha, nə pis qardaş deyir. Deyir ki, when you enter the bathroom. I started timing when you enter the bathroom. Mən deyir ki, vaxtı qoşmuşdum. Deyir, sən hamama girəndə I started, keçmişdə ardıcıl hərəkətlər. I started timing when you entered the bathroom. Sən hamama girəndə mən vaxtı qoşmuşdum. O da deyir, doğrudan sən bunu eləmişsən. Have you really done that? O da deyir, uşaqlar görürsünüz, burada did varsa, have-dən verməyəcək. Okay? Did-lə verəcək. Did you really do that? Did you really do that? O da deyir, yes, I did. Əlbəttə. Our water bill. Keçən ay deyir, keçən ay last varsa, was olacaq. Keçmiş sadə zaman. Was so high last month. Deyir, bizim su, deməli, su, nə deyirlər, qəbzdə, qəbz. Su qəbzimiz, deyir, keçən ay çox yüksək idi. You know, I'm not working. Bilirsən də, mən işləmirəm. For a long time. Aha, for var, deməli, indiki bitmiş, davam edici zaman. Look davam ediciyə düşür. I have been looking for a job for a long time and hələ də succeed olmamışam. I have not succeeded so far. So farla indiki bitmiş zaman. Deyir ki, bilirsən, mən işsizəm və uzun müddətli iş axtarıram. Hələ də deyir, uğur qazanmamışam. Hələ də tapa bilməmişəm. Please be careful, okay? Ehtiyatlı ol, zəhmət olmasa. Oldu, o da deyir, oldu. Okay, uşaqlar.
Və burada deyir role play eləyin, oynayın. You have recently started saving water və sən təzəlikcə deyir suya qənaət eləməyə başlamısan. B tələbəsi ilə danış və ona denən ki, sən suyu qorumaqdan ötürü, qənaət etməkdən ötürü nə eləmisən? Və bu da deyir ki, student A-dan soruş ki, detalları soruş, nə vaxt və necə başlayıb suya qənaət etməyə. Bu qədər uşaqlar, bəyənin, paylaşın, abunə olun, sağ olun.